Və bununla bağlı digər maraqlı məlumat, Ahmet, deməli, Bakının mərkəzində verilən mənzili imtina edib və bazada qalmaq istəyir. Bəli, və xidməti maşından imtina edib. Bildirib ki, Neftçinin çox gözəl bazası var, Neftçinin çox gözəl şəraiti var və klubun, futbolçuların, kollektivin yanında olmaq istəyirəm, elə orada qalmaq istəyirəm və daha yaxında olmaq istəyirəm. Necə düşünürsən, bu əslində bir həm də yaxşı bir mesajdırmı ki, mən bura nəticə verməyə, işləməyə, çalışmağa gəlmişəm. Bakıda gəzməyə, əylənməyə yox. Belindubun elə yaşlıdır ki, onsuz da, yəni, belə deyək də, çox da, yəni, neysə, bunun başı bıraxaq, yəni, söhbət nədən gedir? Valla, mən bu məhdiciyə çox simpatiyam var, həqiqətən də, yəni, belə tanımasam da, görməsəm də, yəni, hiss edirsən ki... Açıqlamaları çox peşəkardır, yəni qərarları görürsən. Hiss edirsən ki, necə Tedesco gəldi, 4 ayda Fenerbahçenin o çehrəsini dəyişdi, hansı ki, deyirdilər ki, Allah belanızı versin, Tedesco'nu gətirdiniz, neynədiniz. İndi söhbət, bilsən, bu məhdicinin məncə, belə deyək də, hətta uğursuz nəticələr belə olsa, yəni mövsümün ikinci yarısından söhbət gedir. Məncə, dəyişiklikdənsə elə bu məhdicini saxlamaq, nəysə bu məhdicindən Neftçinin uğuru qazanacağına mən çox inanıram. Neftçi onu arzulamayaq, Neftçi azarkeşlər axırda ürək xəstəliyi tapacaqlar. Yəni mövsümün ikinci yarısında uğursuzluq. Yox, inanmıram uğursuzluq, belə böyük bir uğursuzluq olsun. Amma hal-hazırda belə deyək də məhdicinin... Yəni olma ehtimalı da yox deyil də. Məhdicinin manevr eləməyə şansları azdır. Çünki artıq komanda qurulub, o bundan öncəki belə deyək də məhdicinin istədiyi futbolçulardır. Biz onun ağlında olan oyunun nə qədər şahidi olacaq, olmayacaq, bunu bilə bilməliyik. Çünki ən azından bu qısa zamanda Belindub demədi ki, bu komanda mənim komandam deyil. O bəhanəni gətirmədi. Yəni o qədər məhdci görmüşük ki, bu komanda mənim komandam deyil, mənim sistemim belə. Qardaş, sənin komandan deyil, onda gəlməzdin də. Yəni, bir vaxtlar Azərbaycan futbolunda belə bir, belə deyək də, belə bir bəhanə var idi. Hansısa məhdci gəlirdi. Səhv eləmirəmsə, onda legioner limiti 6+5 idi və o gələn məhdiciyə deyirdilər ki, elə klubun özündən də, Azərbaycanın futbolçular zəifdir bizdə və o götürürdü onu böyük bir, belə deyək də, bəhanəyə çevirirdi ki, mənim yerlilərim bunlardır. Sən o legionerlərin hamısı Ronaldinho'ydu, elə başa düşürsən. Yəni, mən Belindub'u çox bəyəndim ki, gəldiyi bu qısa müddət ərzində klub haqqında, futbolçular haqqında heç bir pis bir şey demədi. Dedi ki, biz narahat olmayın, futbolçularımız yaxşı futbolçulardır, biz bunlarla davam edəcəyik. Çünki o da bilir ki, bu futbolçulara bu artıq məcburdur. Bəli. Yəni, ağıllı iş görür məncə. Yəni, gözləyə görək.